ki, yəni qaydaları niyə pozursan? Onun səbəbini birinci şagirddən soruşarıq, sonra yəni önləm alınmazsa valideynlə əlaqə saxlayarıq. Bəli, yəni hər bir halda şagird bilməlidir ki, qaydaları pozanda onu nə gözləyir? Nə gözləyir, bəli. Qayda pozuntusuna şərait yaradan şagirdlərin şəxsiyyətini tərifləmək tövsiyə olunurmu? Əlbəttə ki, olunmur. Bir qayda pozan şagirdin şəxsiyyətini necə tərifləyə bilərik? Bəli, tərifləmək olmaz. Bəs qaydaların tərtib olunmasında şagirdin iştirakı vacibdirmi? Bəli, bəli, vacibdir. Onda qaydalara əməl eləməyə uşaqlar özləri də maraqlı olurlar. Bəli, bəli. Həm də bir tərəfdən də şagird bilir ki, müəllim ona seçim imkanı verir. Yəni sayır, şəxsiyyət kimi yanaşır. Daha məsuliyyətli olmağa, belə deyək də, çalışır uşaq. Bəli. Turan müəllimə, sinifdə prosedurlar nə üçün lazımdır, amma vacib olanları seçəcəyik. Prosedurlar ardıcıllığı təmin eləmək üçün lazımdır da, yəni ki. Müəllimə vaxt itkisinin qarşısını almaqda köməklik eləyirmi? Eləyir, əlbəttə eləyir. Prosedurlar düzgün qoyulsa, düzgün vaxt itkisini də aradan qaldırarıq. Bəli. Arzu olunmayan davranışı nümayiş elətdirən şagirdi cəzalandırmaq üçün keçirilirmi prosedurlar? Yox. Yox, bəli. Şagird valideyn münasibətləri möhkəmləndirmək üçün güclü strategiya sayılırmı? Məncə hə. Prosedurlar, yəni ki, bu şagird valideyn müəllim, yoxsa şagird valideyn? Şagird valideyn. Şagird valideyn. Yəni mən belə fikirləşirəm ki, özüm fikirləşirəm ki, məsələn tutaq ki, prosedurlar tətbiq olunub və yaxud da qayda tətbiq olunub, bu şagird bunu pozursa, biz valideynə əlaqə yaradırıqsa valideynlə, o deməkdir ki, yəni bu valideyn şagird əlaqəsi burada olur. Amma belə baxanda, yəni prosedurların valideynə nə əlaqəsi var ki, yəni o sinifdə tətbiq olunur? Bəli, heç bir əlaqəsi yoxdur. Hə. Şagirdlər nəticələrində, pozğunluğun nəticəsində əlaqəsi ola bilər. Bəli. Şagirdlər müxtəlif situasiyalarda necə davranmalı olduqlarına, hansı işi hansı ardıcıllıqla görməli olduqlarına aydınlıq gətirirmi? Bəli, bəli, bu prosedurlardadır. Bəli, bu prosedurlarda tamamilə düzdür. Və şagirddə məktəblə bağlı müsbət fikirlər yaradırmı? Məncə hə. Yəni prosedurları belə deyək də, prosedurlar aydın və belə deyək də anlaşılan olanda bu mənə elə gəlir ki, şagirdə də belə deyək də xoş gələr. Yəni şagird bilər ki, bu prosedurlar yəni nə üçündür və buna niyə əməl eləməlidir. Bunu indi biz əvvəldən müəyyən edirik də, birdən-birə məsələn şagirdə yəni bu qayda budur, prosedur budur deməməliyik əslində. Biz bunu əvvəlcədən müəyyən eləməliyik. Əvvəlcədən elə bir ki, şagirdə onu belə deyək ki, qeyd ki, bax bu bunlardır. Yəni il ərzində də şagird indi yavaş-yavaş ona adaptasiya olunur da. Əslində şagirddə məktəblə bağlı müsbət fikirlər yaradır. Bu şagirddən daha çox valideyndə də müsbət fikirlər yaradır. Əlbəttə ki, yəni mən bir valideyn olaraq məsələn rahat oluram ki, sinifdə qayda qanun var, prosedurlara məsələn uşaqlar belə deyək də əməl eləyirlər, onların davranışında, fəaliyyətlərində. Yəni belə. Bu prosedurlara belə deyək də uyan uşaqlar normal həyatda da onlar üçün çox yaxşıdır. Məsəl üçün o sıra mədəniyyətinin gözlənilməsində mi deyim, məsələn hövsələsizliyi elə ki o bastırmaq adına, yəni əgər həqiqətən məktəblərdə tətbiq olunsa çox gözəl bir şeydir. Bəli. Deməli, prosedurların olmasına baxmayaraq Turan müəllimə, müəllim hər dəfə şagirdlərin diqqətini özünə yönəltməkdə çətinlik çəkir. Və nəticədə vaxt itkisi baş verir. Burada problem nə ola bilər? Niyə bu vəziyyətə gəlib çıxıb? Müəllim nəyi eləməyib? Müəllim nəyi eləməyib? Mən düzgün qoymayıb da, qayda qanunu düzgün qoymayıb. Yox, məsələ qayda qanuna yox, prosedurdan gedir. Şagird qaydaya yox, prosedura əməl eləmir. Eləmir? Məsəl üçün necə əməl eləmir? Yəni müəllim prosedur qoyur, amma buna baxmayaraq hər dəfə şagirdin diqqətini müəllim özünə cəlb eləyə bilmir. Deməli orada bəlkə gözləntisini düzgün qoymayıb, necə başa düşmən? Gözləntiləri düzgün, aydın qoymayıb bəlkə də. Deyim müəllimə mən. Buyurun sən. Deyin. Ya prosedurlar üzərində düzgün məşq elətdirməyib, yəni dalbadal onun üstündə elə məşq elətdirib o proseduru yeritmək istəmir. Ya prosedurun ümumiyyətlə
mahiyyətin nə olduğunu uşağa düzgün başa sala bilməyib ki, uşaq o anlamır, özünə xeyri olduğunu başa düşmür. Bir də bir səbəb ola bilər ki, diqqətli olmayıb da o dəqiqə üçüncü səbəbi də ola bilərdi. Babamlı ola bilər. Deməli müəllimlər, Müəllimə qaydalarla möhkəmləndirmək Ya da vaxt ayırmayıb. Vaxt ayırmayıb. Yox. Prosedurlarda vaxt ayırmayıb. Burada qaydaların yeri yoxdur da. Çünki prosedurlar 3 mərhələdən keçir. Öyrət, məşq et, möhkəmləndir. Demək ki, problem burdadır da. Yəni çünki bizdə problem prosedurla bağlıdırsa buna qaydanı qatmırıq. Prosedurun olmasına baxmayaraq müəllim hər dəfə şagirdin diqqətini özünə cəlb etsə, deməli müəllim şagirdlərə prosedurlara necə riayət etmək olduğunu öyrətməyib. Öyle bayaq dediyim kimi, yəni ki biz birdən-birə belə atlayanda bu işin içinə, yəni bu işi biz apara bilməyəcəyik. Ona görə də bu əvvəlcədən də, yəni bunu bayaq elə bunu demişdim mən. İndi bilmirdim yəni bu istiqamətdədir. Yəni öyrətməliyik, siz demişkən məşq elətdirməliyik. Sonra da möhkəmlənməlidir ki, bu uşaq bilməlidir ki, prosedur nə üçündür, yəni qayda nə üçündür, yəni belə. Turan müəllimə, bir dənə bir sual verəcəm sizə. Diqqətli olun, zəhmət olmasa. Deyir ki, məktəb əmlakına hörmətlə yanaşın. Bu, diqqətli olun, bullying olaraq nədir? Prosedur qayda olaraq nədir? Prosedur qayda olaraq məktəb əmlakına Hörmətlə yanaşın. hörmətlə, bu bizim gözləntimizdir də. Sizcə bu gözləntidir. Yaxşı, bəs bullying olaraq nədir? Belə sözlə deyiriksə verbaldır da. Yox. Zahir müəllim. Müəllim, bullying də var idi, fiziki bəlkə də o olmalıdır. Fiziki bullying. Bəli, məktəb ləvazimatına ziyan vurmaq fiziki bullyingdir. Bəs müəllim, prosedur, qayda, gözlənti olaraq bu nədir? Məsuliyyətli olun olar. Məsuliyyətli olun, gözlənti də var, qayda da var. Bu hansı olar? Bu məncə qayda olar da, məsuliyyətli olun. Bəli, qayda olar. Qayda. Yaxşı, Turan müəllimə. Bu olan bir şey, indi adını siz tapacaqsınız. Sinif müzakirələri zamanı istifadə olunur. Bu nə olar? Sinif müzakirələri zamanı, məsəl üçün nədən söhbət gedir ki? Yəni, ya gözlənti olmalıdır, ya prosedur olmalıdır, ya da qayda olmalıdır. Hə, sinif müzakirələrində Bəli. belə deyək də, orada nə var idi sinif müzakirələrində? Yadımdan çıxdı bu. Səbinə müəllimə. Müəllimə prosedurdur, bir-birimizin fikrini hörmətlə dinləməliyik. Bəli, düz deyirsiniz. Yəni, o ardıcıllığı şagird qorumalıdır. Bir dənə də sonuncu sual verim Turan müəlliməyə. Verə bilərsiniz, nə qədər istəyir. Deməli, diqqətin müəllimə yönəldilməsi, müəllim sinifdə olmayanda, sual verəndə, bunlar nə hesab olunur? Bunlar da gözləntilərimizdir də bunlar bizim. Məsuliyyətli olun, hamıya hörmətlə yanaşın. Məncə Müəllimə budur. hamıya hörmətlə yanaşın, məsuliyyətli olun demədim axı mən. Mən deyirəm ki, diqqətin müəllimə yönəldilməsi lazım olanda, müəllim sinifdə olmayanda, sual veriləndə. Hə, bu artıq o diqqəti müəllimə deyir ki, qələmləri yerə qoyub və ona qulaq asırıq, nəsə belə bir şey idi. Yəqin ki, bu qaydadır da, qayda. Zahir müəllim, Qaydada mən də fikirləşirdim mənim. Hüseyn müəllimə. Qaydalardır müəllimə. Ay müəllimlər, müəllim, Prosedur prosedur olaraq müəllimə. qoyur, ardıcıllıq. Mən olmayanda nə etməlisiniz? Mən elə bilirəm ki, müəllim bunların hamısı ayrı-ayrıdır. Yəni mən dərs olmayanda belə öz-özü aparım, belə deyək də, loru dildə, belə davranım. Başlığı deyə adlarıdır. Müəllim sinifdə olmayanda. Yəni hansı ardıcıllıqla uşaqlar davam edəcək fəaliyyətlərinə? Və yaxud da sual verəndə nə etməlidirlər? Ardıcıllıqla 1 2 3 məsələn. Tapşırığı tez bitirəndə, məsələn, tutaq ki, iş vərəqlərini ötürəndə, əlavə material lazım olanda, bunlar hamısı prosedurlardır. Təşəkkür edirəm Turan müəllimə. Sağ olun müəllimə. Keçirik Ağabala müəllimə. İcazə verirsən. Buyurun müəllim. Şagird qaydaları dərs əsnasında pozursa,
Məsələn, yerdən danışırsan, digər uşağa hörmətsizlik edirsən, müəllim dərsin gedişinə mane olmadan bu problemi necə həll edə bilər? Səhv eləmirəmsə belə bir şeydir. Sarı kart. Adın lövhəyə qeyd edilə bilər. Bəli. Səhv eləmirəmsə gözlə baxışda səhv eləmirəmsə belə bir şey də var idi. Yox, müəllim, inan ki, o gözlə baxışı artıq uşaqlar yanaşırlar. Kartdır, biletdir, bir də adın lövhədə yazılmasıdır. Düz dediniz, amma birini unutdunuz, eybi yoxdur. Mən bu cümləni deyəcəm, siz deyəcəksiniz ki, düzdür ya yox. Prosedurlara əməl eləmədikdə şagird üçün müsbət, elədikdə daha doğrusu şagird üçün müsbət, eləmədikdə mənfi nəticəsi olur. Düz deyirəm? Düzdür. Səhvdir müəllim. O prosedur deyil, qaydadır. Yazılı şəkildə ortaq dəyərlərin yaradılması konfliktlərin daha effektiv həllinə kömək edir. Düz deyirəm, səhv deyirəm? Bir təkrar edin müəllimə. Yazılı şəkildə ortaq dəyərlərin yaradılması konfliktlərin daha effektiv həllinə kömək edir, etmir? Edir. Edir, bəli. Deməli, konfliktlərin həll olunmasında 3 yol var. Müəllimin xüsusi strategiyalardır, yazılı ortaq dəyərlərin yaradılmasıdır, bir də sinif müzakirələrin təşkilidir. Düz deyirsiniz. Sinifdə yaranan ən kiçik problemin həlli üçün belə sinif iclası çağırılmalıdır. Düzdür, səhvdir? Səhvdir. Səhvdir, əlbəttə ki. Ən kiçik problemə görə valideyni çağırmalı, sinif müzakirəsi təşkil etmək düzgün deyil. Gözləntilərin olmasına baxmayaraq, bir neçə şagird mütəmadi olaraq dərsə hazırlıqsız gəlir və nəticədə tədris prosesinin göstəriciləri aşağı düşür. Belə olan halda hansı tədbir görülməlidir? Hansı tədbir görülməlidir? Hansı tədbir? Qaydalarla bax, qaydaları xatırlatmaq lazımdır, yoxsa? Bəli, dərsə hazırlıqlı gəlin qaydasını qoymaq lazımdır. Dərsə hazırlıqlı gəlin gözləntisi özünü doğrultmursa, dərsə hazırlıqlı gəlin qaydası qoyulmalıdır. Tamamilə düz. Qapımız da öyle görək kimdir bu? Gülnar müəllimə də gəlsin. Deməli, davam edirik Ağabala müəllim sizlə. Xoş gəldiniz Gülnar müəllim. Deməli. Salam müəllimə. Bağışlayın, internet yox idi. Bilirəm, işıqlar sönüb. Deməli, Ağabala müəllim, əgər şagird davamlı şəkildə dərsə gecikirsə, müəllim bunun əvvəlcə xəbər buletinində qeyd etməlidirmi, yoxsa yox? Hər gün gedişirsə? Hər gün yox, davamlı şəkildə. Davamlı şəkildə. Bəli, etməlidir. Xəbər buletinində qeyd eləməlidir sizə görə. Prosta xəbər bülteni başa düşmədim, nə deməkdir, açığı. Xəbər bülteni nədir, kim deyər müəllimlər? Xəbər bülteni nə olan şeydir? Müəllimə qaydalara daxil olur da məncə. Sinif qaydalarına. Müəllimlər, xəbər bülteni, müəllim belə bir bülten deyərkən valideyni xəbərdarlıq eləmək üçün. Göndəriş kimi. Bəli, göndəriş belə deyək də. Təbii ki, əgər davamlı şəkildə bunu eləyirsə, təbii ki, göndərilməlidir. Hətta davamlı şəkildə deyəndə, tutaq ki, indi şagird bir gün olar, o indi nəzərə almaq olar ki, artıq bu davamlı çevrilirsə, təbii ki, valideynə hər hansı bir, necə deyim, bu barədə məlumat göndərilməlidir. Ağabala müəllim, bu davamlıdırsa artıq. Valideynin xəbərdarlıq yox, valideyn özü çağırılmalıdır. Xəbərdarlıq 1-2 dəfə olanda olar. Daha başa düşdüm. Yəni daha ciddi xarakter almağa başlayıb. Davamlıdırsa deməli bunun müəyyən bir səbəbi var. Gözləntilərin olmasına baxmayaraq, sinifdə bəzi şagirdlər davamlı olaraq dərsə gecikirsə, dərsə vaxtında gəlin proseduru qoyula bilər. Davamlı şəkildə gedişirsə? Gözləntilərin olmasına baxmayaraq, sinifdə bəzi şagirdlər davamlı olaraq dərsə gecikirsə, dərsə vaxtında gəlin proseduru qoymaq olar? Yox. Nə olmalıydı? Heç bu xatırlaya bilmirəm. Dərsə vaxtında gəlin qaydası. Prosedurun bu radiyyatı yoxdur. Dərsə vaxtında gəlin. Sinif qaydalarını müəyyən edərkən diqqət etmək lazımdır ki, ardıcıl addımlardan ibarət olsun. Düzdür, səhvdir? Düzdür. Sinif nəyə qaydaların yoxsa prosedurun? Sinif qaydaları müəyyən edərkən diqqət etmək lazımdır ki, ardıcıl addımlardan ibarət olsun.
Xeyr, səhvdir. Səhvdir, bəli. Nə olmalı idi? Prosedurlar, müəllimlər, ardıcıllıq prosedura aiddir. Nə qaydaya aid deyil, nə gözləntiyə aid deyil. O bilinən prosedurlara aiddir. Prosta hələ bildim qaydalarda nə aiddir, o demək istədiniz, o başa düşdüm. Ona görə durdum. O təbii ki, ona görə demiş xeyr. Çünki o ardıcıllıq proseduralarda baş verir. Bəli, axıcılıq, ardıcıllıq prosedura aiddir. Müəllim dərs zamanı şagirdin diqqətini özünə yönəltmək üçün uca səslə şagirdləri çağırır. Stolu döyəcləyirdi. Müəllimin sinifin idarə edilməsilə bağlı proseduru yoxdur. Düzdürmü? Düzdür. Düzdür, bəli. Olsa zaten... Çünki o artıq belə deyim də mane olur. Yəni o uca səslə, bəlkə məsələn takı fikir yayınır və s. Yəni səhvdir. Bəli. Müəllimə, çox üzr istəyirəm. Bu belə deyək də, bu qayda prosedurları məktəbdə, yəni də belə normal olaraq soruşuram. Bunu sinif rəhbərləri tənzimləməlidir, yoxsa hər müəllim eləməlidir bu işi? Müəllimə, hər müəllim. Hər müəllim eləməlidir, hə? Bəli. Hər öz vəzifəsinə görə eləməli. Sinif rəhbəri Hər müəllim də eləsə, hər müəllimin taktikası da başqa olur. Başqa müəllim özünə xas da prosedur gözlənti qoya bilər uşaqda. Bəli. Yəni ki, rəsmi qaydada yoxdur da, müəllim bu prosedurları qoymalıdır. Müəllim baxmalıdır dərsin gedişinə, mane olan səbəblər nədir, onu aşkara çıxartmalıdır. Bəli. Prosedurlar tədris ilin əvvəlindən qoyulmalıdır. Qayda da, prosedurda gözləntilir. Yəni, ilin ortasından qoyulan prosedurlar ilə onun yarısını itirilməsi deməkdir. Ağababa müəllim, tənəffüs zamanı şagirdlərin dəhlizdə qaçdığını görən müəllim onlara deyir. Sinifdə və dəhlizlərdə yeriyin. Sizcə müəllim nəyi eləməyə çalışır? Nə eləməyə çalışıb? Təbii ki, tənəffüs vaxtı şagirdlərin belə deyim də nizam olmasına. Yəni, qaydanı mı xatırladır, proseduru mu xatırladır, gözləntini mi xatırladır? Qayda. Yox müəllim, gözləntini xatırladır. Bəli. Çünki məsuliyyətli olun gözləntisinə. Yox. Təhlükəsizliyinizə riayət edin. Təhlükəsizliyə riayət edin, təhlükəsizliyə görə. Davamlı olsaydı, Ağabala müəllim, qayda olardı. Amma hələ ki, demir də davamlı şəkildə xatırladır. Hələ ki, birinci dəfədir. Yəni, birinci dəfədə olmasa, hələ onun neçə dəfə olduğunu bilmirik. Amma davamlı olsa, davamlı sözün yazar ora. Sinifdə şagirdlər suallarını yerdən başqalarının sözünü kəsərək səsləndirirlər. Bu da dərsin gedişatının pozulmasına səbəb olur. Bunun qarşısını almaq üçün müəllim sual verəndə prosedurunu sinifə tətbiq edir. Buna baxmayaraq, şagirdlər hələ də sual verən zaman nizamsızlığa yol verirlər. Prosedurun işə yaramamasının səbəbi nə ola bilər? Prosedurun işə yaramaması. Prosedurun işə yaramaması. Möhkəmləndirilməməli ola bilər. Baxın müəllimlər, belə bir sual düşərsə, cavablar ki, gözlənilir belə bir şey. Əgər siz qoymusunuz proseduru, şagird onu eləmirsə, müəllimlər, bunun iki səbəbi ola bilər. Ya müəllim prosedurun nədən ibarət olduğunu öyrətməyib, ya da ki, onu məşq edib möhkəmləndirməyib. Bu iki cavabdan başqa cavab seçməyin imtahanda. Yəni, burada möhkəmləndirmə götürə bilərik də. Cavab qoyulub, proseduru nədən ibarət olduğunu öyrətməyib. Hə, öyrətməyib, hə. İki cavabdan biri olacaq. Ya öyrətməyib olacaq, ya da möhkəmləndirməyib olacaq. Hə, aydın. Sonuncu sual müəllim. Sinifin idarə edilməsinin əsas funksiyalarından biri... Qurban müəllim də gəldi. Hə. Sinifin idarə edilməsinin əsas funksiyalarından biri şagirdlərin formativ qiymətləndirilməsinin rahatlığını təmin etməkdir. Düzdür, səhvdir? Əsas funksiyalarından biri şagirdlərin formativ qiymətləndirilməsinin rahatlığını təmin etməkdir. Düzdür, səhvdir? Düz. Səhvdir müəllim. Çünki sinifin idarə edilməsi müəllim belə deyək də, əvvəla davranışa aiddir. Yenə də desək ki, summativin aparılmasının rahatlığı, yenə də orada düzə götürə bilər. Niyə? Çünki orada məsələn iş vərəqlərinin toplanması, summativ vərəqlərinin toplanması. Oradakı axıcılığı qorumaq üçün hardasa, amma bu formativin bura hələ
əlaqəsi yoxdur. Edilən hər Onda formatı qiymətləndirmədə götürə bilmərik də biz. əsasən summativdə, çünki iş vərəqləri, summativ vərəqlərinin toplanması prosedurlar sayəsində axıcılıqla təmin olunur da. Yəni bir uşaqlar gətirib summativ vərəqi müəllimin stolunun üstünə qoymurlar. Adətən müəllim nə edir? O axıcılığı təmin etmək üçün summativ bitirəndən sonra bu mənzərə gözünüzün qabağındadır da. Dərs keçir. Aydındır, artırmaz. Bəli. Aydındır. Müəllim, bəzi şagirdlərin neqativ davranışlarını görməzdən gəlmək normaldır. Ümumiyyətlə görməzdən gəlmək olarmı? Görməz, olar. Olar, bəli. Göz ardı eləmək deyirik də biz buna behaviorizm nəzəriyyəsinə görə. Hər dəfə yox da, yəni bir dəfə uzağa, 2 dəfə. 2 dəfə də yox. Sən müəllimə ən yaxşı bildiyi mövzular hər birində əl qaldırır. Sən müəllimə maşallah çox çalışır. Müəllim, bir Müəllimə, dənə sual verim. görməzdən gəlmək, belə bir cavab var idi ki, görməzdən gəlmək üçün gücləndiricidən istifadə edir. Bu yanlışdır. Yoxsa görməzdən gəlmək düzgündür. Bəli, bəli. Gücləndiricidən istifadə eləyə bilməz cəzalandırma zamanı. Düzdür. Çünki arzu olunmayan hərəkətdir. Orada gücləndiricinin nə işi var? Müəllim, yoldaşınız danışanda ona sual veriləcək, kim cavab verməsə qiyməti aşağı düşəcək. Deməli, yoldaşınız danışdıqdan sonra sual veriləcək, kim cavab verməsə qiyməti aşağı düşəcək. Bu sözləri reaktiv yanaşmada olan müəllim deyə bilər, yoxsa proaktiv yanaşmada olan müəllim deyə bilər? Yoldaşınız danışdıqdan sonra sual veriləcək. Kim cavab verməsə qiyməti aşağı düşəcək. Siz açıq buna cavab versəm də belə yalandan belə deyim də cavab verəcəm. Çünki terminlər yadımdan çıxıb ki, mənaları nədir? İstiqamət verim, sonra cavab verin. Reaktiv yanaşmada olan müəllimin heç bir planı olmur. Bir hadisə baş verəndə ancaq əsəbləşməklə, nə bilim, məsələni ancaq aqressiya şəraitini həll etməyə çalışır. Amma proaktiv müəllimin produktu var. Yəni əlavə məhsulu var. Reaktiv sözü raket sözünə oxşayır da, müəllim raket kimi atılan müəllim. Dalbadal elə nə deyirsənsə, uşağa istəyir cəza verdin, uşaqdan nəsə gözləsin, uşağı nəsə qısnasın. Bu reaktiv hərəkətdir də, raket kimi, bomba. Bəli. Ona görə müəllimə cavab verdiyinə görə mən Ağabağ müəllimə başqa bir sual verirəm. Müəllim, əgər deyirsə ki, bir daha yerdən danışsanız sinifdən xaric ediləcəksiniz. Reaktiv müəllimdir, proaktiv müəllimdir. Reaktiv. Düzdür müəllim, reaktiv müəllim. Təşəkkür edirəm. Çox sağ olun. Sağ olun. Kimdən davam edək? Zal müəllim, davam edək sizlə. Görüm sonra kim var? Qurban müəllim, bəlkə sizdən gedək. İşim var, hə, siz davam edin. Qurban müəllim səsini elə bağlayıb ki, açmamaq üzrə. Müəllim, buradasınız? Burada değilsiniz. Tamam. Onda deməli, Gülnar müəllimə bəlkə sizdən. Olar müəllimə. Olmalıdır, bəli. Düz deyirsiniz müəllimə. Deməli, belə bir sual. Aç. Tənəffüs zamanı müəllimə, şagirdlərin sinifdə biri-birlə əl və ayaq hərəkətləri ilə zarafatlaşdığını görən müəllim onlara yaxınlaşır və deyir: əl və ayaq hərəkətlərinizə nəzarət edin. Tənəffüs zamanı şagirdlərin sinifdə biri-birlə əl və ayaq hərəkətləri ilə zarafatlaşdığını görən müəllim onlara yaxınlaşır və deyir: əl və ayaq hərəkətlərinizə nəzarət edin. Müəllim nəyi çatdırır uşaqlara? Təhlükəsizliyi məncə. Düzdür, amma qaydadırmı, prosedurmu, gözləntidirmi, hansıdır? Gözlənti. Gözləntidir, əlbəttə gözləntidir, bəli. Müəllim iki şagird arasındakı konflikti həll etmək üçün sinif iclası keçirdir. İclas zamanı atılan hansı addım səmərəli hesab edilmir? Müəllim konfliktin xülasəsini təqdim edir. Hər iki tərəf növbə ilə öz tərəfindən konflikti şərh edir.
Digər şagirdlərə imkan yaradılır ki, konfliktin baş verməsində səhvin kimdə olduğunu bildirsinlər. Üçündən hansı olmaz? Məncə üçüncü olmaz. Üçüncü olmaz, bəli. Əlbəttə üçüncü olmaz. Çünki həmin uşaqların, həmin sinifdəki uşaqların, o konfliktdə olan uşaqlara şəxsi qərəzliyi ola bilər, düzgün qiymət verə bilməzlər. Həm də bu bir aqressiya nümayiş göstəricisidir də. Deyin görüm səhv kimdədir. Bu həll yolu da deyil axı heç. Bunu araşdırıb bizə çıxarmaq, uşaqları özündən Müəllimə, tutmaq lazım. səhv hansı oldu müəllimə? Məndə set getdi, tuta bilmədim. Digər şagirdlərə imkan yaradılır ki, konfliktin baş verməsində səhvin kimdə olduğunu bildirsinlər. Həm də müəllimə biri məsələn digərinin dostusa onun səhvini deməyəcək, axı qarşısındakının səhv çıxardacaq. Düzdür də, yəni şəxsi qərəzliyi olsa, bəli, o cürlə yanaşacaq. Düz deyirsiniz. Sinifdə prosedurlara riayət etmənin səbəbi nə ola bilər? Niyə biz prosedurlara riayət edirik? Daha doğrusu etməmənin səbəbi nə ola bilər? Şagirdlərə prosedurlara necə riayət etmək olduğu öyrədilməyib. Bu ola bilərmi? Bəli, öyrədilməyib ki, uşaq bilmir də nə etməlidir. Bəli. Məncə. Diqqətlə oxuyun müəllimə. 6 dənəsini oxuyacağam. İkisini seçəcəksiniz. Birincini artıq seçdiniz. Prosedurlar tərtib edilən zaman müəllim şagird münasibətləri nəzərə alınmayıb. Valideyn iclaslarında prosedurlar müzakirə olunmayıb. Müəllim sinifdə şagirdlər arasında ortaq dəyərlər yaratmayıb. Müəllim şagirdlərin akademik göstəricilərə nəzarət eləmir. Müəllim sinif prosedurlarını idarə etməyə vaxt sərf etməyib. Axırıncını götürəcək elə. Düz edirsiniz müəllimə. Bəli, vaxt sərf eləməyib. Yəni məşq edib, öyrədib, məşq etməyib. Yəni möhkəmləndirmək üçün vaxt lazımdır. Bunu eləməyibdir. Düz deyirsiniz. Heç nizam-intizam pozulmayan sinifdə belə qayda və prosedurlar vacibdirmi? Bəli, müəllim vacibdir. Əlbəttə ki, vacibdir, bəli. Gözləntilər ardıcıl mərhələlərdən ibarət olmalıdır. Fikir düzdür, səhvdir? Düzdür. Səhvdir. Ardıcıllıq bayaq da dedim ki, prosedurlara aiddir. Prosedurlardır bu. Gözlənti deyil. Gözləntilərə əməl olunmayanda şagird cəzalandırılır. Düzdür, səhvdir? Cəzalandırılır. Səhvdir, müəllim. Qaydalara əməl olunmayanda cəzalandırılır. Yalnız akademik ilin əvvəlində tərtib olunur gözləntilər. Düzdür, səhvdir? Düzdür, müəllim. İlin əvvəlində olmalıdır da hər şey. İlin ortasında eləmək olmaz, əlavə bir dənəsin. Məncə yox, əvvəldən bütün qaydalar əvvəldən tərtib olunmalıdır. Düzdür, bütün prosedurlar, gözləntilər, qaydalar əvvəldən tərtib olunmalıdır, düzdür. Amma bir də görürsünüz ki, nəsə orada xırda bir problem çıxarsa, o gözləntilər əlavə bəli, əvəz oluna bilər, dəyişdirilə bilər. Ola bilər müəllimlər bu. Adətən təsadüfi halda da. Bəli. Sən müəllimə nəsə demək istəyirsiniz, buyurun. Yox, müəllimə heç nə. Bir söz deyəcəkdim, tamam, buraya əlaqəsiz. Yaxşı. Gözlənti şagirdlərə davranışla bağlı ötürülən mesajdır, düzdür, səhvdir? Düzdür. Minimum sayda olmalıdır ki, effektiv olsun, düzdür, səhvdir? Minimum sayda. Bəli. 3-5 olmalıdır məncə, o demək istəyirsin müəllimə. 3-5 qaydaların saydı müəllimə. Çatmadı sual nəsə, məncə düzdür. Gözlənti minimum sayda olmalıdır ki, effektiv olsun, düzdür bu fikir? Düzdür müəllim. Müəllimlər kiminsə fikri var bu barədə? Süsən müəllimə. Müəllimə, bayaqdan o qədər gözlənti saydısı ki, məncə gözləntinin sayı çox olur. Olmalıdır, yoxa, çox olur. Koridorda yeriməkdir, olsun, infrastrukturadan istifadə etmək olsun. Hər şey, yəni saydız olaraq, o gözləntilər məncə çoxdur. Ancaq qayda 3-5 olmalıdır. Gözləntilər nə minimum olmamalıdır, nə maksimum olmamalıdır. Orta xətt. Ona görə də çox minimum sözü gözləntiyə. Müəllimə, bayaq dedik, qaydaları pozanda şagird cəzalandırılmalıdır. O, məsəl üçün, necə cəzalandırılmalıdır? O, nə düşsə, məsəl üçün, biz onu götürə bilərik, belə. Məsələn, behaviorizm nəzəriyyəsinə uyğun olaraq, şagirdin sevdiyi bir əşya əlindən alınmaq cəzadır. Fiziki yox da. Fiziki yox, bəli. Və yaxud da şagird davranışla bağlı problem yaşayıb, vurub məktəb pəncərəsini sındırıb tutaq ki,
Biz onu əlavə saxlayırıq, otağı təmizlətdiririk. Fiziki cəza vermədik ki, əlavə bir yük əlavə elədi, müsbət cəzalandırma elədi və yaxud da əlavə belə deyək də deyirik, ev tapşırığı eləməyəndə ev tapşırığı veririk. Tutaq ki, sevdiyi bir şey əlindən alırıq, məşğuliyyəti əlindən alırıq. Bunlar hamısı cəzadır. Yəni, amma bədən cəzası yazarsa, fiziki cəza yazarsa, biz bunu götürmürük qəti şəkildə. Amma o demək deyək ki, cəzada olmaz. Necə müəllim? Mənəvi cəza kimi gedir, elə bir şey. Heç mənəvi də gedmir əslində. Yeni bir yükü artır da. Ürəyincə olmur. Bəli, mənəvi hardasa gedə bilər, bəli. Bir də bir şey deyim müəllimə. O testdə var idi, ümumi layihələrə seçmək, xüsusi layihələrə seçmək. Xüsusi layihələrə seçməyə gücləndiricidir. Ümumi bütün layihələrdə iştirak etdirmək, yəni onun yükünü artırmaq. Bu cəzalandırmaq məncə. Bəli, ola Elə bilər. bir Gülnar müəllimə, sinif iclasları ilə bağlı hansı fikir doğrudur? Yalnız xüsusi bir məsələ ortalığa çıxanda təşkil oluna bilər, düzdürmü? səhvdir. Səhvdir, bəli. Belə iclasları heç bir halda şagirdlərin öz idarəçiliyinə buraxmaq tövsiyə edilmir. Sinif iclasları yoxsa valideyn müəllimə? Sinif iclasları. Şagird iştirak eləməlidir sinif iclasında. İdarəçilik verilə bilərmi şagirdə? Müəllim olur, şagird müəllimin köməkçisi kimi gedir də. Məncə yox. Olar müəllimə. İdarəçilik verə Olar. bilər. Bəli. Verə bilərsiniz. Sinif daxilində iclasların keçirilməsini idarəçiliyini verə bilir şagirdə. Məsələn, hər hansı bir konfliktə aid şagird sinif iclası təşkil edir. Həmin konflikti öz adından yox da, yəni öz nümunəsində yox. Elə bir ki, bilirsiniz o nəyə görə lazımdır uşaqlara? Həm seçim imkanı göstərib şəxsiyyət kimi yanaşılmasını, eyni zamanda da hər hansı bir problem baş verəndə müəllimdən asılılığı azaldır. Yəni müəllim hər bir şeyi müəllimdən gözləməmək lazımdır. Uşaq da gələcəkdə nəyisə müzakirə edib qərar qəbul etməyə bacarığı formalaşsın deyə olar. İcazə var. Müəllim bilir ki, bacarıqda inkişaf olmalıdır, elə bilirəm orada. Necə müəllimə? Eşitmədim. Liderlik bacarığı inkişaf olmalıdır həm də orada. Bəli. Liderlikdir, təşkilatçılıqdır bunlar. Əməkdaşlıqdır. Əlbəttə. Yəni ki, konflikt qərəzli olmalı deyir də heç bir şagirddən. Biz müəllimə indi belə deyək də bizim yaşımızda hamısında olub bəlkə də o sinifkomlar var idi. Bəli. Sinifdə uşaqların arasında bir sinifkom seçirdik. Yəni içində ən belə danışıq qabiliyyəti yüksək olanı, belə deyək də, arası yaxşı olan, bütün uşaqların arası məsələn yaxşı olmalı idi. Mehriban olmalı idi, gülər üz olmalı idi. Belə bir şagirdə həmişə seçirdi. Bir də ən çox yaxşı oxumaq, əlatı. Və həmişə o qaldırıb sual verirdi. Bu ənənəyə uyğun olub sinif idarəçiliyi seçməkdir, müəllim yönümlü. Müəllim özü seçir bir uşağı, ancaq o uşaqdan soruşur. Geridəkilərin də ki, heç özünə inamı nədir? Yəni, belə deyək də, söz soruşanda belə hətta qorxurdular. Şəxsən bizdə sinifkom, bizim sinifdə yox, başqa sinifdə sinifkom olanda, ondan kənardakılara soruşanda uşaqlar qorxurdu, çəkinirdi ki, ayağla müəllim məndən sual soruşdu. O dərəcə. Amma indikində sinif idarəçiliyi ilə varsa, məncə hamısından soruşa bilər uşaqlarda fikri. Bəli. Davam edirik Gülnar müəlliminə. Müəllimə, şagirdlərdə fikirlərini konstruktiv şəkildə ifadə etməyə bacarığı formalaşdıra bilər. Düzgün fikirdir. Nə müəllim fikirləşdirə uşaqlarda onu edə bilər, başa düşmədim. Bağlı da, yəni bu doğru fikirdirmi? Hə. Doğrudur. Doğrudur. Bəli. Bəs belə iclaslar zamanı konfliktdə olan iki şagirdin dostluq etdiyi sinif yoldaşlarından problemin həlli yolunu soruşmaq tövsiyə edilmir. Bir də sual təkrar edin müəllimə zəhmət olmasa. Belə iclaslar zamanı konfliktdə olan iki şagirdin dostluq etdiyi sinif yoldaşlarından problemin həlli yolunu soruşmaq tövsiyə olunmur. Olunmur. Olunur ki, Dostluq elədiyi ya, düşmənçilik elədiyi demir. dostudursa, dostudursa. Kim deyə bilər? Sən müəllimə işdəksiniz. Dostluq ya da düşmənçilik məncə burada dəxlisi yoxdur. Bu iki uşağın özündən çöldə məsələn 2 dəqiqəlik, 3 dəqiqəlik çölə çəkə bilərik ki, çıxarda bilərik ki, özləri öz arasında orta məxrəcə gəlsin və özlərindən fikri soruşa bilərik. Məncə dost və ya düşmən
bu barədə başqa uşaqlardan soruşmağa düzgün deyil. Sualı bir də zəhmət olmasa. İkisinin də ortaq dostudur, müəllimə. Valla o dərdama çatmır, nəsə belə. Sinif iclaslarla bağlı verilən hansı Bir dənə var idi, seçim çarxı təklif eləyirik uşağa. Nəysə, nə bilim, o həll yollarını seçmək üçün. Hə, o mübahisə iki uşaq arasında mübahisə olandadır, ortaq nəticəyə gəlmək üçün seçim çarxı. Amma ikisinin ortaq dostudursa bu bir dənə uşaqdan gələk soruşaq ki, o da qalacaq girinci, bilmədi hansının arasında qalsın. Bu da yenə də. Hansını demir. Yəni deyir ki, problemin həllində onların fikrini soruşmaq məncə yaxşı bir şey olardı. Uşağın da fikrini soruşmaq ki, yəni bu problemin həllində hərdən olur, səndən balaca da olsa elə qəşəng bir məsləhət verir ki, yəni ona əməl edə bilirsən. Məncə olar. Dostun tərəfini saxlayacaq, axı dostu var. Problemin həllində bir fikir... Əksinə Turan müəllimə, dostu yox. Heç ikisi ilə də əlaqəsi olmayan, düzgün ədalətli mövqeyi olan bir uşaqdan soruşmağa lazımdır ki, bu ki, düzgün qərar verə bilsin özü. O metakognitiv bacarıq, hətta deyə yüksək bir bacarığı olan bir uşaq eləyə bilər bu. İkisinin dostudur qalacaq ortada, hansını daha çox istəyirsə onun tərəfini tutacaq. İndi məsələ budur ki, siz bir şey, bir nüansı qaçırdınız orada. Dostluq elədiyi uşaq hər halda o iki dənə uşağın yaxşılığını istəyər deyə. Düzdür? Yaxşı bir həll yolu təklif eləyə bilər. Turan müəllimə haqlıdır. Soruşmaq olar. Düşmənçilik olsa şəxsi qərəzlikdən yanaşacaq. Dostu olanda çalışacaq ki, o problemi kreativ bir ideya irəli sürsün və o problem həll olunsun. Amma burada deyir ki, edilmir. Edilir müəllimlər. Soruşa bilərsiniz. Soruşa bilərik uşaqdan. Əvvəla müzakirədə iştirak eləmək şagirdin haqqıdır. İkincisi, orada dostluq münasibəti varsa, niyə soruşmayım? Amma indiki uşaqlar müəllim demirlər. Müəllimə yoldaşdırsa, sözün əsl mənasında yoldaşdırsa, o deyəcək ki, onlar artıq o konflikt olmasın ki, sinifdə də istər-istəməz o negativlik yaradan qalxsın. Bu hava təzələnsin. Burada ən düzgün cavab şagirdlərdə fikirlərini konstruktiv şəkildə ifadə etməyə bacarığı formalaşdıra bilər cavabı idi. Bəli. Çünki şagirdlərin qərar qəbul etmə, sinif müzakirələrində iştirak etmə, əməkdaşlıq bayaq özünüz də sayırdınız. Bu kimi bacarıqlar formalaşanda şagird artıq konstruktiv şəkildə gələcəkdə də baş verən hər hansı bir konflikti həll edə bilir. Çünki burada artıq təcrübəsi yaranır onun. Hətta idarəçilik belə şagirdə tövsiyə etmək olur. Sinifdə o qədər olub ki, elə yaxşı uşaqlar olub ki, mən məsəl üçün tapşırmışam ki, ikisinin arasında məsəl problem olur və yaxud da bir uşaq məsəl üçün də dərsdə özünü yaxşı aparmayıb, böyük siniflərdə ən çox. Məsələn, tapşırmışam ki, bir sinifdə indi olur da hər sinifdə bir yaxşı uşaq. Məsələn, tapşırmışam ki, get onunla məsələn danış, sən özün bax demə ha mən demişəm. Sən özün onu belə deyək də çalış ki, belə yola gətirəsən, nə edəsən. Yəni bu işlər olub. Çox da yaxşı effekti də görmüşəm mən onu. Məsəl üçün elə ki, onun yoldaşı ilə danışmağı, onu yola gətirməyi, böyüyün onu yola gətirməyindən daha belə deyək də yaxşı olub. Bəli, olur, bəli. Gülnar müəllimə deyir ki, sinif daxili konfliktlər haqqında verilənlərdən hansı doğru deyil? Şagirdlər arasında olan konflikti həll etmənin spesifik yollarından biri sinif iclaslarının keçirilməsidir. Düzdür, səhvdir? Böyük bir hadisəsə məncə düzdür. Çünki hadisədə... Üzr istəyirəm, sözü kəsdim. Ümumiyyətlə, konfliktin həll olunmasının hansı yolları var? Bir dənə onu soruşum, sonra bu testə keçim. Hansı yolları var konfliktin dairə olunması? Elə iclas keçirmə birinci onu deyərik. Aha, düzdür. Bir də ki, mən şagirdlərlə fərdi söhbət. Yox, o müəllimin xüsusi strategiyaların içərisinə aiddir. Amma belə kateqoriyalara bölsək, sinif iclaslarının keçirilməsi, yazılı ortaq dəyərlərin yaradılması, bir də müəllimin xüsusi strategiya vardır. Bu üç dənəsi aiddir sinif daxili konfliktlərin həll olunmasına. İndi burada deyir ki, sinif iclaslarının keçirilməsi doğrudur. Bəli, A-nı götürmür. Bizdən doğru olmayanı soruşur. Konfliktləri həll edə bilmək üçün şagirdlərdə emosional intellekti gücləndirmək lazımdır. Əvvəla mənə deyin görüm, emosional intellekt hansı nəzəriyyə idi? Xatırlayırsınızsa? Emosional intellekt. Kimin nəzəriyyəsidir? Azad tapıl deyə bilirsən. Olmadı. Bəli, Goleman. Sağ olun. Goleman emosional intellekt nəzəriyyəsi. Nə deyirdi? Deyirdi ki, özünü dərk, özünü idarə etmə, motivasiya, sosial həssaslıq və yaxud da sosial məlumatlıq da deyirdi ona, empatiya hissi. Bir də münasibətlərin idarə olunmasını özündə birləşdirən, bu mərhələləri özündə birləşdirən bir nəzəriyyə idi.
həm müəllimdə, həm valideyndə emosional intellekt güclü olmalıdır ki, o şagirddə formalaşa bilsin. Yəni uşaq ətrafına baxıb o intellekti özündə formalaşdırır. Hansıdır o emosional? Yəni insan özünü düzgün idarə etməyi bacarmalıdır, özünü dərk etməlidir, qarşı tərəfdən düzgün münasibət qurmalıdır. Daxili motivasiyası Hisslərini cilovlamalıdır. Necə? Hisslərini cilovlamalıdır, hisslərinə əsir düşməməlidir. Ümumiyyətlə bu böyük adamlara da aiddir, uşaqlara da aiddir ki, hissinin ümumiyyətlə birinci hissinin düzgün olub olmadığı, orada yeri hisslərdəsən, yoxsa yersiz, sən durum o dəqiqə məntiqsiz hərəkət edə bilərsən də, hirsi başda ağıl olmaz kimi. Yəni deyirik ki, emosional intellekt IQ-nun, rasional idrakın, yəni hissləriniz ağlınızın önünə keçməsin. Keçsə onda fəlakətlər olur. Haqlıdır amma. İndi burada deyir ki, bəli, konflikti həll edə bilmək üçün şagirdlərdə emosional intellekti gücləndirmək lazımdır. Düz deyir, yoxsa səhv deyir? Düz deyir. Düz deyir, bəli. Çünki konflikt baş verəndə, insan özünü düzgün idarə edəndə orada problemlər az olur və yaxud da qarşı tərəflə münasibəti olanda, özünü qarşı tərəfin yerinə qoyanda, onun keçirdiyi hissləri anlayanda o konflikt böyümür. Bu düzdür. Konflikt həll etmə bacarıqları rollu oyunlar vasitəsilə inkişaf etdirilə bilər. Düz deyilmi? Düz deyir. Düz deyir, bəli. Hər hansı bir kiminsə başına gələn bir konflikti rol vasitəsilə uşaqlara həyata keçirdəndə artıq orada bir təcrübə yaranır. Şimdi bu da mənim başıma gələndə belə bir şey öhdəsindən necə gəlmək olar. Şagirdlər arasında olan konflikti müəllimin özünün həll etməsi daha məqsədə uyğundur. Düzdürmü bu? Yox, məncə. Yanlış. Yanlışdır. Müəllim özü eləməməlidir. Şagirdlərlə bərabər eləməlidir. Niyə Gülnar müəllimə, niyə müəllim eləməməlidir? Onda müəllim öz bir istədiyi kimi nəticə çıxardacaq da, mənə elə gəlir. Bu bir. Sonra nə baş verə bilər? Şagirdə icazə verməyəcək ki, özü problemini həll eləsin. Bu nəyə gətirib çıxardacaq? Problem həll etmə bacarığı yaradılır Ay, uşaqda. sağ ol. Problem həll etmə bacarığının aşağı olmasını gətirib çıxardacaq. Şagird yönümlü deyil də, elə bir müəllim yönümlü dərs olacaq. Bəli, bir də müəllimdən asılılıq yaranacaq. Şagird bir konflikt həll edən kimi qaçacaq ki, sən gəl müəllim bunu həll elə. Olmaz. Yazılı ortaq dəyərlərdə konfliktin həll olunmasında var idi. Təşəkkür edirəm Gülnar müəllimə, çox sağ olun. Çox sağ olun. Çox sağ olun. Keçən dəfə də dedim. Bir dənə də sonuncu sual cavab eləyək. Səbinə müəllimənin bir 10 dəqiqə kimi icazə verirsən. Olar. Müəllimə, sinif qaydalar davranışın bir aspektini əhatə eləməlidir, yoxsa müxtəlif aspektini? Müxtəlif aspektini. Düzdür. Sinif qaydaları mütləq şagirdlərlə müzakirə edilməlidir ki, bu qaydaların onların cəzalandırmaq üçün qoyduqlarını anlasınlar. Düzdür, səhvdir? Xeyr, müəllimə cəzalanmaq üçün yox, onu belə deyim də, qaydaları müəllim şagirdlərlə bircə tərtib eləməlidir ki, ona əməl etsinlər. Ay, sağ olun. Qaydaların tədris ilinin sonunda müəyyənləşdirilməsi məqsədə uyğun hesab olunur. Düzdür, səhvdir? Xeyr. Əvvəldə olmalıdır ki, şagirdlər ilin sonunacan özlərin belə deyim də qaydalara uyğunlaşdırmış olsunlar. Düzdür. Qayda pozuntusuna dərsin gedişinə mane olmadan reaksiya vermə məqsədə uyğun hesab edilir. Necə müəllimə? Qayda pozuntusuna dərsin gedişinə mane olmadan reaksiya vermə məqsədə uyğun hesab olunur. Qayda deyil axı müəllimə, prosedurdur. Prosedur deyir. Yox, qaydadır. Sən müəllimə, xahiş edirəm. Doğru fikirdir. Doğru fikirdir. Bəli, bayaq dediyim, mən Ağabala müəllimə sual verdim ki, müəllim, qaydalar dərsin gedişində pozularsa, müəllimin bunun aradan qaldırmaq üçün hansı yollar eləyə bilər? Bilet idi, model idi, bir də nə idi, Səbinə müəllimə? Sarı kart idi də müəllimə. Yəni, sarı kart idi, biletin içindədir də. Başqa nə idi? Adını lövhə yazmaq. Adın lövhəyə yazılması. Bəli, düzdür deyir, bu uğurlu deyil. Bu şagirdi utandıra bilər. Lövhədə yox, müəllim, kağıza yazıb adın birinci irəliyə doğru aparırsan, uşaq da o görür, kağıza yazırsan adın. Belə bir şey var idi, o nə idi bə? Adın bir kağıza yazırdın, hansı uşaq ki, qaydan pozurdu, ya dərsin gedişinə mane olurdu, o adı irəliyə çəkirdin, artıq uşaq görürdü də, belə də ki, O adı ona... yazılmaq deyil, əzizim. Deyir ki, şagirdə məxsus bir model təsvir edirsən də, şagirdi bu modeli göstərməyinə şagird söhbətin ondan getdiyini bilir. Onu önə çıxardırsan, modellərin içərisindən çıxardıb göstərirsən. Şagird artıq bilir ki, söz ona gedir də, yəni sözünü ona deyirsən. Dili sözü atiyəsi götürsün məsələsi də, yəni ona aiddir. Ona görə də bu artıq özü yığışdırır.
elə bilirəm ki, ən sonuncu mərhələdə olur da. Qayda uşaq heç bir şeydən başa düşmür. Artıq sonuncu mərhələdə elə bilirəm yazılır o. Hansı yazılır? O lövhəyə ad yazmaq. Əslində deyir ki, bu əvvəldən olanda uşaq utana bilər. Yəni bunu ümumiyyətlə bunu səmərəli bir üsul kimi bizə vermirlər. Amma dil var. Var, amma yaxşı olar ki, kart və modeldən istifadə eləsinlər də, yəni adı lövhəyə yazılmasın. Qayda sayının çox olması şagirdlərin onlara əməl etməsini təmin edə bilər, edə bilməz. Edə bilməz. 3-5 arası olmalıdır ki, şagirdlər yəni həm yadlarından çıxmasın, həm də əməl edə bilsinlər. 3-5 arası olan başqa nə var idi kurikulumda? Məzmun xəttləri var idi. Texnologiyada hansı məzmun xəttləri var? Emal texnologiyası, məişət mədəniyyəti, qrafik savad, bir də texniki element. Eyni fən daxilində məzmun xəttlərin əlaqəsi nə adlanır? Bu eyni fən daxilində, bu fən daxilidir. Əgər siniflər üzrədirsə, bu şagulidir. Belə deyim də, müxtəlif siniflərdədirsə, bu şagili fən daxili gedir. Eyni kitabda olan, məsələn, məzmun xəttlərdirsə, bu üfüqi gedir. Bəli, çox doğru, bəli. Məzmun xəttləri üzrə olan bacarıqların xüsusi istiqaməti nə təyin edir? Əsas standart, alt standartda əsas standartdakı olan bacarıqların formalaşdırılması üçün aparılır. Xüsusi istiqamət müəllimə alt standartdır, əsas standart deyil. Ümumi istiqamət üzrə əsas standartdır. Alt standartın neçə funksiyası var? 4 funksiyası var. Təlimin dəqiqliyi, düzgünlüyü, strategiyaları və inteqrativliyi. Mən dərsə girəndə bilsəm ki, əgər mən dəqiq bu təlim nəticəsini reallaşdıracağam, bu alt standartın hansı funksiyası olur? Təlimin dəqiqliyi. Bəs ona uyğun strategiyalar, iş üsulları, iş formaları, qiymətləndirmə üsulu, refleks üsulu. Strategiyalar, ona uyğun forma, üsul seçilir. Hansı olur bu? Təlimin strategiyaları. Yox, bu deməyin, deməllər, xahiş edirəm deməyin. Bəli, təlimin düzgünlüyüdür, düzdür. Bəs fən daxili fənlər arası olanda hansı funksiya olur? Hansı funksiya? Bəli, alt standartın 4 dənə funksiyasının hansı olur? İnteqrasiya. İnteqrativliyi, təlimdə düzdür, inteqrasiyası düzdür. Bəs hər gün bir alt standartı reallaşdırmağım nə olur? Hər gün bir alt standart. Yəni, bu təlimin dəqiqliyi deməlmə. Dəqiqlik yaxı dəqiq təlim nəticəsi idi. Benim qarışdı bir dəqiqə mənimə. Mənim işim olur da. Hər gün bir alt standartı reallaşdırmaq dediniz də. 4 dənə funksiyanı yadına salsan, əslində tapacaqsan, orada çətin. Davamlılıqdır müəllimə. Bəli, davamlılıq. Davamlı olaraq bu proses gedir. Düzdür. Alt standartın özünü təlim nəticəsi kimi götürmək olurmu? Bəli, əvvəl olmurdu, indi olur. Mən desəm ki, qiymətləndirmə üsul və vasitələri fəaliyyətə xidmət edir, düzdürmü? Bəli. Səhvdir. Yox, müəllimə, təlim nəticəsinə xidmət edir. Təlim nəticəsi şaxtdır, qiymətləndirmədir, öyrənmə fəaliyyətidir, ona xidmət edir. Bəli, vəzir vəkil ona xidmət edir, düzdür. Bəs dərsdə veriləcək sual nəyə istiqamətlənib? Açıq və qapalı suallar nəyə istiqamətlənib dərs müddətində verilən? Təlim nəticəsinə? Təbii ki, təlim nəticəsinə. Refleksiya üsulu bəs? O da təlim nəticəsinə. Hansı refleksiya üsulları var? Çıxış biletidir, 3-2-1-dir, bir böldür. Sonra başqa. Səbirə müəllimə, mənə 3 dənə həm refleksiya üsulu, həm də formativ qiymətləndirmə üsulu eyni olan üsulların adını çəkin. 3-2-1-dir müəllimə. 1, sonra? Çıxış bileti də var. 2. Elə bir bödə var. Birini də desəz? Bir dəqiqə müəllimə. Həm formativ, həm də... Hansı ki, şagird orada özünün zəif və güclü tərəflərini aşkara çıxardır? Bilirəm, bir dəqiqə müəllimə. Prosta beynimə sala bilməm üsulun adını. Mən desəm ki, məsələn, Səbinə müəllimə, bu sual cavabda özünüzə qiymət verin. Özünü qiymət. Bəli, özünü qiymətlərin refleksiya üsuludur, həm formativ qiymətləndirmə üsuludur. Tamamilə düzdür, qəşəng. Yaxşı. Bəs hansı intellekt növüdür ki, özünü qiymətləndirməni özündə birləşdirir? Hansı intellekt? Fərd daxili. İnsanları yaxşı tanıyır. Ekstravertlər şəxslər arası. Bəs söz sahibidirlər.
Verbal. Düzdür. Söz Müəllim, sərraflıqlarda müəllimə. bəli, şagirdlər bir-birini sözlə davamlı olaraq təzyiqə məruz qoyurlar. Sözlə. Bu olacaq mənə bir dəqiqə verbal bullying. Bəs yamsılayırlar hərəkətlərini. Lağa qoyurlar. Fiziki bullying. Bu Yo, müəllimə qeyri-verbal bullying. qeyri-verbaldır. Ən çox yayılmış bullying növü. Kiberdir, amma hamısı da dağıdıcı təsirə malikdir. Düzdür. Hansı üsuldur ki, həm bullyingin müəyyən olunmasında, həm də həll olunmasında böyük rolu var? Hansı üsuldur? Həm Üsul deyərkən, yəni çıxış yolu. Kimdən əlaqə? Bilmədim müəllimə onu. Kimdən Necə? əlaqə? Bunun aşkara çıxarılmasında və həll edilməsində bizim yaxın köməkçimiz kim ola bilər? Müəllimə sorğu eləmək olar da, anket sorğusu. O müəyyən edilməsindədir də, amma həll olunmasında hansıdır bə? Həll olunmasında. Yəni bu üsul həm həll olunmasında, həm müəyyən edilməsində rol oynayır da, yəni. Hər ikisində var. Valideyn. Bəli, valideyn əməkdaşlıq. Valideyn əməkdaşlıq. Bəli, əməkdaşlıq, düzdür. Düzdür. Yaxşıdır. Yaxşıdır, hər dəfə belə bir-birinə əlaqəli suallar olacaq. Mütləq dərslərə qoşulun. Dərsin deməli nədir onu çəkmişəm ekran kaydını. Dərsə qoşula bilməyən müəllimlər üçün nəzərə almışam. Belə, müəllimlər gələn dərs ümumi hardan gəldi sual olacaq. Əsasən nəyə fikir verirsiniz amma? Diferensial təlim düşür. İş üsulları yenə aktual olacaq. Bir də qiymətləndirmə. Bu üç mövzuya daha çox baxın, amma sonra başqa yerlərdən də sual olacaq. Sağ olun, salamat olun, özünüzdən müğayət olun. Sağ olun. Sağ olun.